Bu bölgələrin ərazisindən keçən əsas su mənbəyi Kür çayıdır. Onların relyefi düzənlikdir. Bu torpaqların çox hissəsi Xəzər dənizinin səviyyəsindən 26-28 metr aşağıda yerləşir. Adətən qonşu şəhərlər eyni təbiəti, tarixi, hətta eyni şivəni və mətbəxi belə bölüşürlər. Onları birləşdirən nöqtələr çox olur. Tanımaq üçün seyrinə çıxdığımız bu rayonlar da belədir. Salyan Neftçala cənub-şərqi Şirvan-Muğan düzənliyində, yəni Azərbaycanın Aran zonasında yerləşir. İmişli isə Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Amma nə qədər oxşar olsalar da onların fərqli cəhətləri və həyata fərqli baxışları da az deyil. Salyan Kürün sağ sahilində, Neftçala Kürün Xəzərə töküldüyü deltanın bir hissəsindədir. Əvvəlcə Neftçala ilə qonşu olan Salyanla tanış olan. Bu bölgə Azərbaycanın cənub-qərbində, düzənlik ərazidə yerləşir. O, bir tərəfdən eyni təbiəti bölüşdüyü Neftçala rayonu, o biri tərəfdən isə Xəzərlə əhatələnibdir. Su hövzələri bu bölgənin ekosistemini dəyişərək ona zəngin təbiət mənzərələri bəxş edib. Belə bir diyarı tanımaq və kəşf eləmək üçün buradayıq. Bura Salyan ərazisidir. Salam Salyan. Salyan şəhəri paytaxt Bakıdan təxminən 139 kilometr aralı məsafədə yerləşir. Avtomobillə Bakıdan Salyana təxminən 2 saata çatmaq olar. Salyan şəhərinin yaşı ən azı 720-730 ildir. Amma ərazi olaraq daha qədim yaşayış izləri olduğuna görə Salyan bölgəsinin tarixi yaşı 1000 ildən də çoxdur. Ehtimal olunur ki, 1295-1304-cü illərdə, yəni Sultan Mahmud Qazan xan dövründə Kür çayının mənsəbində, indiki Salyan ərazisində bir şəhər olub. Əvvəllər bu məkan Mahmudabad adlanırdı. Sonraki dövrlərdə Muğan, Hüştəsvi kimi çağırılsa da, bir müddət sonra Salyan adı formalaşıb. Salyan adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Bu adı əsasən bərə yeri, yəni sal tayfasından olan salların sahilə yanaldığı yer kimi izah edirlər. Salyan inzibati rayon kimi 1930-cu ildə rəsmiləşdirilib. Bölgənin coğrafi mövqeyi, düzənliklər, çay suyuna yaxınlıq və su yolu ticarəti Salyanı tarixi ticarət, nəqliyyat və kənd təsərrüfatı mərkəzinə çevirib. Salyanda bir neçə tarixi abidə var. Onlardan biri də 1865-ci ildə inşa olunan gördüyünüz bu Cümə məscididir. Vaxtilə onun 21 günbəzi olub. Müxtəlif dövrlərdə bəzi səbəblərdən o dağıntılara məruz qalıb. Nəhayət 2012-ci ildə məscid yenidən bərpa olunub və hal-hazırda onun 18 günbəzi var. O, bir minarəli məsciddir. Məscid Şirvan Memarlıq Məktəbinə məxsus klassik üslubda tikilib. Deyilənə görə məscidin memarı əslən Ərdəbilli olan Kərbəlayı Əli Əkbər Hindistanda, Ərdəbildə də məscid tikib. Sovetlər dönəmində çətinliklərə baxmayaraq məscid tamamilə məhv edilməyib. Abidə yenidən bərpa olunub.
Cümə məscidi Salyan şəhərinin ən tanınan dini memarlıq abidəsidir. Şirvan Milli Parkında su, bataqlıq quşları, çöl və düzən heyvanları, ceyran, tülkü və bir çox quş növləri qorunur. Hər il yüzlərlə yerli və xarici turistlərin maraqla seyrinə gəldikləri Şirvan Milli Parkını görüb zövq alacaqsınız. Heyranlıq hisslərini yaşayacağınız yerlərdən biri də məhz bu parkdır. Buradakı təbiət, flora və fauna sizdə yadda qalan təəssürat yaradacaq. Salyan düzənlik, su, kənd təsərrüfatı və ovçuluq ənənələrinin kəsişdiyi regiondur. Bu şəraitdə Salyan mətbəxinin zənginliyinə səbəb olub. Su hövzələrinin bolluğu və balıqçılıq ənənəsi sayəsində balıq yeməkləri, kürülü balıq, duzlu balıq kimi xüsusi dadlar Salyan mətbəxinə məxsusdur. Kür çayı və su hövzələri bu bölgənin həm ekosistemini, həm də mətbəxini çox zənginləşdirib. Salyanda balığın xüsusi yeri var. Ona görə də bugün sizə Salyan mətbəxindən, balıqdan 2 növ yemək təqdim edəcəyik. Aşpazımız Hüseyn bəydir. Salam Hüseyn. Salamünaleyküm, xoş gəlmisiniz. Çox sağ olun. Bu günləri balıqdan nə bişirəcəksiniz və bizə nə lazımdır? Bizə balıqdan bu günləri çəşi balığından buğlama bişirəcəyik, ziyad balığından nar soğanlı. Aha. Buğlama üçün nə lazımdır? Buğlama üçün soğan, pomidor, biber, göy-göyərti, dəfnə yarpağı, duz, turşu, sarı köş. Duzla kartof, bir də nehrə yağı. O birisi yemək üçün ziyad balığından sürəcək zeytun yağı ilə nar, soğan, bir də ziyad balığını qızardıb nar soğanla düzəldəcək balıq. İndi birinci nədən başlamaq istəyirsiniz? İndi buğlamadan. Gəlin başlayaq. Balıq buğlamasının ilkin versiyası artıq hazırdır, rəngbərəng. Adam iştaha gətirir, hələ pişməmiş. İndi bunu usta ocaqda pişirəcək. Buyurun. Belə aparırıq pişirməyə. Balıqdan hazırlanan 2 növ yeməyimiz artıq hazırdır. Balıq buğlaması və narda balıq qovurması. Başlayaq balıq buğlamasından. Tərəvəzlərlə balığın dadı bir-birinə qarışıb çox gözəl bir dad alınır. Balıq qovurmasının üstünə biraz nar şərab da istəsəz zövqə görə əlavə edə bilərsiniz. Turşməzə yeməyin dadını sevənlər üçün narda balıq qovurmasının əvəzi yoxdur. Salyanda olanda mütləq bunların dadına baxın. Hərəsinin öz yeri var. Balıq buğlamasının da, narda qovurulan balığın da. Nuş olsun. Salyan Azərbaycan Aran zonasının mərkəzi hissəsində su, torpaq, tarix, mədəniyyət və həyat üçlüyünü birləşdirən bir diyardır. Onu kəşf edib fərqli bir təbiətlə, adət-ənənə və yadda qalan qonaqpərvərliklə tanış olacaqsınız.
Biz hal-hazırda Kürün elə yerindəyik ki, onun bir tayı Salyandır, o biri tayı Neftçala. İndi Salyandan çıxıb Neftçalaya gedirik. Bu iki fərqli təbii mühitin bir regionda birləşməsi Azərbaycan üçün unikal düzənlik sahil delta zonası yaradır. Həm kəndi, həm dənizi, həm suyu, həm də torpağı birləşdirir. Biz Kür-Araz ovalığının şərqində Xəzər dənizi ilə Kürün qovuşduğu bir ərazidə yerləşən Neftçaladayıq. Onu kəşf eləmək üçün bura gəlmişik. Neftçala rayonu Kür çayının Xəzər dənizə töküldüyü delta sahil zonasındadır. Rayonun çox hissəsi dəniz səviyyəsindən təxminən 22 metrə yaxın aşağıdadır. Coğrafi mövqeyə görə Neftçala həm düzənlik, həm delta sahil, həm də dəniz ekoturizmi elementlərini özündə birləşdirir. Bu, onun torpaq-su münasibətlərinin, ekoloji və suvarma balansının regionda unikallığını göstərir. Neftçala rayonu rəsmi olaraq 1940-cı ildə yaradılıb. O formalaşmazdan əvvəl ərazisi Salyan mahalı Cavad qəzası çərçivəsində idi. Onun tarixi keçmişi su yolları, nəqliyyat və karvan yolları ilə bağlı idi. Neftçala adının mənası neft və çala sözlərinin birləşməsidir. Neftli çala, çuxur mənasını verir. Bu coğrafi toponim ərazidə neft, qaz və digər yeraltı sərvətlərin mövcudluğuna işarədir. Neftçalanın ərazisində mövcud olan tarixi abidələrdən biri də Xıllı qəsəbəsində yerləşir. Xıllı Cümə məscidi. Bu məscid 1903-cü ildə inşa olunubdur. Quruluşuna və formasına görə fərqlənir. Bir minarəlidir. Həmin minarənin inşasında isə 25 mindən çox kərpiçdən istifadə olunub. Məscidin özü kimi həyətyanı sahəsi də çox gözəldir. Və bu abidə dövlət tərəfindən qorunur. Sovet dönəmində bəzi hissələri dağıdılıb bağlanan məscid 1989-cu ildə yenidən fəaliyyətə başlayıb. Məscidin ümumi uzunluğu 36 metrdir. Bu abidə bundan əvvəl mövcud olan qədim məscidin yerində tikilib. Neftçalanın fərqli təbiətinə, ekosisteminə görə Kürün sularında qayıqda gəzmək, balıq tutmaq, balıqdan hazırlanan dadlı, ləzzətli nemətlərin dadına baxmaq, bütün bunlar hamısı Neftçalaya məxsusdur.
Neftçalanın əsas su hövzələri Xəzər dənizi və Kür çayıdır. Kür şəhərin mərkəzindən keçərək onu iki hissəyə bölür. Neftçalada olanda sizin Kürdə qayıqla və beləcə gəzmək şansınız da olacaq. Burada siz fərqli təbiət mənzərələrini kəşf edəcəksiniz. Bura Neftçalanın içərisindən qıvrılıb gələn Kür çayı ilə Xəzər dənizinin qovuşduğu yerdir. Bura çox nadir və unikal ərazi sayılır. Çayla dənizin harmoniyası məhz burada baş verir. Bu ərazi Neftçalanın vizit kartlarından biri sayılır. Sular çəkildiyi üçün dənizlə çayın qovuşduğu yer xeyli qabağa gedib. Sakinlərin dediyinə görə durduğumuz yer bir neçə il əvvəl sulara qərq olmuşdu. Bu mənzərəni yerində daha aydın şəkildə görmək olur. Ətrafdan maraqlı təbiət mənzərəsi, suların, qağayların səsi adamın könlünü oxşuyur. İstər Kürün, istərsə də Xəzər dənizinin kənarında gəzmək ruha dinclik verir. Burada dağlar, sıx meşələr yoxdur. Amma burada su və onun hüzuru var. Suyun burada yaratdığı mənzərələr bölgəyə fərqli ekosistem bəxş edir. Bu ərazidən yaxınlıqda yerləşən 1965-ci ildə inşa olunan mayakı da aydın şəkildə görmək olur. Vaxtilə dənizçilərə, balıqçılara yol göstərən, hündürlüyü 56 metr olan mayak hal-hazırda fəaliyyət göstərir. Neftçalada balıq artırma müəssisəsindəyik. Bu müəssisə 21 il ərzində 80 milyondan çox nərə balığının balasını Xəzər dənizinə buraxıb. Burada 4 növ balıq yetişdirilir. Kür nərəsi, uzunburun, bölgə və qaya balığı. Gördüyünüz bu balıq bölgə balığıdır. Nə bundadır? Buyurun. 15 hektar ərazini əhatə edən balıq artırma müəssisəsi Xəzərin ümid yeridir. Burada xüsusi qayğı ilə yetişdirilən nəsli kəsilməkdə olan balıq növləri çox keçmir ki, dəniz sakinlərinə çevrilirlər. Neftçalada mövsümündə məhdud sayda ovlanmasına icazə verilən balıq növləri və yerləri də var. Təbii ki, balıq həm də bölgənin mətbəxini formalaşdırıb və zənginləşdirib.
Balıq yeməklərini bu bölgədə xüsusi sevgi və dadla hazırlayırlar. Məkanın da gözəlliyi yeməkdən alacağınız həzzə, insanın iştahına çox təsir edir. Neftçalan mərkəzindən keçən Kür çayı, onu əhatə edən Xəzər dənizi, ümumiyyətlə buradakı su hövzələri bölgədə balıqçılıq mədəniyyətini formalaşdırıb. Təbii ki, bu da onun mətbəxinə də təsir edir. Bugün balıqdan 2 növ yemək hazırlayacağıq, amma əvvəlcə balıq tutmaq lazımdır. Aha, deyəsən tutduq. Neftçalanın Tatar Məhlə kəndində tutduğum balıq da artıq süfrədədir. Fəxrəddin müəllimin qonağıyıq və o bizə 2 növ balıq yeməyi hazırlayacaq. Fəxrəddin müəllim, salam. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Dolma yeməyini hazırlamaq üçün əvvəl çeşi balığın bir gün qabaqcadan duza qoyulmalıdır. O tam duzunu götürəndən sonra bişirməmişdən 2 saat qabaq soyuq suya qoyulur. Soyuq suda onun duzu azalır, lazım olan qədər bədəndə duz qalır. Və balığı gətirib qoyuruq süfrəmizin üzərinə. Soğan lazımdır, pomidor lazımdır, biber lazımdır və ədviyyatlar lazımdır. Bundan başqa balığı bükmək üçün bizə təhəng yarpağı lazımdır, o da bizim süfrəmizdə var. Bu dolma balığın o birisi dolmalardan fərqi var. Bəli. Oğur dolmalardan fərqi ondadır ki, bu vaxtı ən çox yeyilən pomidordur, soğandır, biberdir. Məsəl üçün, əgər biz sentyabr ayında bu pişirsəydik, onun içərisində nar da vuracaqdıq. Və yaxud da biz may ayında pişirsəydik, onun içərisində alça da vuracaqdıq. Yəni ona görə mövsümə uyğun içərisində ədviyyatlar vurulur. Biz bugün sazın içərisində, ocaqda dolma balığı bişirəcəyik. Bəs ikinci yeməyimiz nə olacaq? İkinci yeməyimiz sazan balığından, hansı ki siz tutmusunuz. Yenə də ocaqda, qara tavada, belə deyək, dədə-baba qara tavamızda onu qızardacaq. Birinci hansı yeməkdən başlayacaq? Dolma balığından. Çeşi balığını dolma ediyor. Və son ştrix. Bu Fəxrəddin müəllimin həyətindən yığılma nanədir. Ay, necə gözəl ətri var. Vurduq və yarpaqla balığın üstünü bağlayırıq. Düz dedi? Bəli, bəli. Onda da gəlin kömək edin, bağlayaq. Belə. Fəxrəddin müəllimin balıqdan hazırladığı 2 növ yeməyimiz artıq hazırdır. Balıq dolması və balıq qızartması. Əvvəl dolmanın dadına baxaq. Balıqdan hazırlanan ən dadlı yeməkləri siz Neftçalıda tapa bilərsiniz. Söz ola bilməz. İndi balıq qızartmasının dadına baxacağıq. Necə gözəl pişib. Qızılı rəhdədir. Bu da iştah gətirir. Onu da deyim ki, balıq qızartmasını xüsusi belə turşu ilə yeyirlər. Təsəvvür eləyə bilmirsiniz bu necə dadlıdır. Neftçalada olanda mütləq bu balıq yeməklərinin dadına baxın. Sonra mən həqiqətən çox sağ ol deyəcəksiniz. Xoş olsun. Salyan və Neftçala rayonları yalnız coğrafi qonşular deyil, ekoloji və sosial baxımından bir-biri ilə sıx bağlı olan bölgələrdir. Sakinləri də su kimi saf
və qonaqpərvərdirlər. Bu diyarda Kür çayı, onun yaratdığı imkanlar, Kürün deltası, balıqlar, balıq yeməkləri, Şirvan Milli Parkının flora və faunası haqqında çox şey öyrəndik. Bol və xoş təəssüratlarla daha bir biomüxtəlifliyi ilə seçilən təbiətə sahib bölgəni və onun Sarısu gölünü kəşf etmək üçün yola çıxırıq. Bura ərazisi Kür-Araz ovalığına aid Mil Muğan düzündə yerləşən İmişli rayonudur. Onun ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Rayonun şimal sərhəddi boyunca Kür çayı, şəhərin mərkəzi hissəsindən isə Araz çayı axır. Bu çaylar İmişlinin şəhər görkəminə xüsusi rəng qatır. Şəhərin səhəri kimi axşamları da cəlbedici görkəm alır. İşıqlı küçələrini, yaşıl parklarını günün istənilən vaxtı seyr eləyə bilərsiniz. Şəhərlə yaxından tanışlıqdan sonra ölkənin ən iri göllərindən biri olan məşhur Sarısu gölünü görməyə gedirik. Bu isə şəhərin mərkəzindən avtomobillə təxminən 40 dəqiqəlik yoldur. Sarısu gölü Azərbaycanda sahəsinə görə Xəzər dənizindən sonra ikinci böyük göldür. Şirin sulu Sarısu gölü Kür çayının sahili boyunca 22 kilometr məsafədə uzanır. Göl suyunu əsasən Ağgöldən, yeraltı və yağıntı sularından alır. Gölün maksimal dərinliyi 6 metrdir. Sarısu gölünün sahil boyu ərazisini qamışlıqlar və bataqlıqlar təşkil edir. Suyun həcmi bir neçə il əvvəl çox olsa da, indi bunu demək çox çətindir. Ekoloji dəyişikliklərlə əlaqədar onun suyu xeyli çəkilib. Bu isə Sarısu gölünün flora və faunasına öz təsirini göstərir. Sarısu gölünün faunası xüsusilə zəngin olub. Göl əlverişli şəraitə görə hər il 200-300 min müxtəlif növ quşların qışlamasını təmin eləyirdi. Suyun çəkilməsi təəssüf ki, bura köç eləyən quşların sayının azalmasına da təsirini göstərib. Amma Sarısu gölü bu halında da gün batan vaxtı öz gözəlliyini nümayiş elətdirə bilir. Belə mənzərələr isə onun dəyərli olduğunu bir daha sübut eləyir. Azərbaycanda hər bölgənin öz fərqli, maraqlı və təkrarsız təbiəti var. Onların hekayələri də diqqət çəkir. Bu bölgələrin hekayəsi isə hamı kimi deyil. Bu hekayələrin əsasında saf və bəzən də rəhimsiz su əfsanələri dayanır. Belə əfsanələrin isə bitməsini istəmirsən. Çünki onlar yaşadıkça sakinlər də yaşayır.